Salamlar, yenidən sizinləyik, valideyn saatındayıq. Bugün Rasif də bizimlədir. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir. Valideynlər çox vaxt deyir ki, uşaq dəyişib. Amma dəyişən nədir? Əhvalıdırmı, davranışıdırmı? Bəzən uşaq əvvəlki kimi deyirlər, oynamır, tez yorulur, əsəbidir, dərsdə şikayət edirlər, otura bilmir. Biz buna ya deyirik yaş dövrüdür, ya deyirik kaprizdir, ya da tərbiyəyə yozuruq. Halbuki bəzən bu psixi vəziyyətin ilk siqnalı olur və bu gün də çox maraqlı və dəyərli qonağımız var. Zaur doktor, Zaur Qasımov, doktor psixiatr qonağımızdır. Xoş gəlmisiniz doktor. Salam, hər vaxtınız xeyir olsun. Dəvətiniz üçün təşəkkür edirəm, minnətdaram. Biz təşəkkür edirik. Doktor, istəyirəm həm bizə, həm də dinləyicilərə siz izah edəsiniz ki, psixi sağlamlıq deyəndə ümumiyyətlə biz nə nəzərdə tuturuq? Psixi sağlamlıq deyəndə insan tək bədənsel olaraq, yəni ürəyini, mədəsinin, ciyərinin sağlamlığı deyil, eyni zamanda onun düşüncəsinin, duyğularının qavramasının da olan sağlamlıq da nəzərdə tutulur. Yəni bu halda insanlar normal öz kimliyini dərk etməlidir. Özündən insanlar arasında ünsiyyət qurmağı, normal ünsiyyət qurmağı bacarmalıdır. Empatiya qabiliyyətini desək, yəni ki, insanların o hisslərini, düşüncələrini, onların kədərini, sevincini hiss etməlidir və bütün bunlar gündəlik həyat fəaliyyətini pozmamalıdır, belə desək. Bir növ emosional intellekti yüksək olmalıdır da, elə çıxır. Yəni tək o məsələ deyil də, qavrama məsələsi də var ki, duyğu, düşüncəsi, qavraması, onlar hamısı psixi sağlamlıq. Necə ki, məsələn biz o fiziki sağlamlıq deyəndə ki, orqanizmimiz bizə gündəlik həyatımızı təmin etmək imkanı verir. Eyni formada da psixikamız da gündəlik həyatımızı təmin etmə imkanı verməlidir, mən belə başa düşdüm. Eyni zamanda məsələn bizim xaricdən aldığımız stres faktorları, qıcıqları, onları idarə etmək qabiliyyəti də, bəli, psixi sağlamlıq. Çünki biz bunları bəzən özümüzə sərhədləri aşa bilirik. Yəni bu sərhədləri nə dərəcədə bizim psixi sağlamlığımızdan asılıdır, sərhədləri aşıb aşmamağımız. Özümüzün bir sərhədimiz olub olmamasımız. Çox maraqlı, çox ətraflı. Bəs bu uşaqlarda psixi sağlamlığın pozulduğunu biz ilk növbədə harda hiss eləməyə başlayırıq? Məsəl üçün emosiyasında, davranışında. Yəni bir uşaqda nə zaman elə müəllim olsun, valideyn olsun, bəzən ötürürük də, gec xəbərimiz olur, ya düşünürük ki, yaş krizidir, keçər də bu mənada. Belə deyək də, uşaqlarda yəni həyata doğulanlar ilk günlərdən onda bir psixi problem olub olmamasını belə desək, müəyyən bir vərdişlər yaranır. İlk vaxtlarda əgər ana övladına süd verirsə də onun göz kontaktı qurulması yaranır. İlk ayında göz kontaktının qurulması. Sonra göz kontaktı o zamandan yaranır. Bəli. Qidalanarkən gözləri ananın gözünə baxır. Şübhəsiz ki, buradan ilk aylardan bunun psixiyasında bir daha sonra müəyyən bir səslərə reaksiya verməsi, anasının qucağında olanda, yaxud da atasının qucağında olanda bir təbəssüm hissi yaranması, biraz zaman keçdikcə uşaqlarda oyuncaqlara meyl etməsi, digər uşaqlarla ünsiyyətin qurması, bütün bunlar uşaqların zaman keçdikcə psixologiyasının formalaşmasına səbəb olur. Yəni eyni formada əgər uşaq o ətraf qıcıqlara reaksiya verəndə, əgər nəsə orada bir disbalans varsa, demək ki, orada bir problem ola bilər. Olması düşünülür, bəli, düşünmək olur. Yəni ananın sevinc hissi varsa da uşaqda da bir sevinc hissi olur. Anada bir kədər hissi olursa da, qəzəb hissi olursa da uşaqda da bu yəni uşaq ananın gözlərinə yeni doğulandan sonra baxır, yansıması davam eləyir elə. O zaman bizim məsələn tutaq ki, böyük uşaqlara getdiyimiz zaman, bu günləri yeniyetmələrə gəlib çıxanda, yeniyetmələri məsələn daha qıcığa biraz həssasdılar da, yəni təcrübəmizdən də gördüyümüz kimi. Yəni onların bəs o indi məsələn yeniyetmə biz əsasən belə qəbul edirik ki, hirslənir, yeniyetmədir dəymir. Məsələn tutaq ki, biraz
kefi yoxdur deyirik, yeniyetmədir, dəyməyin. Yəni onda bu normaldırmı yoxsa biz mi doğru yanaşmırıq? Yəni orada da bir problem ola bilərmi? Belə də yeniyetməlik dövründə mənliyin, yəni şəxsiyyətin formalaşması dövrüdür. 13-17 yaş arası adətən 13-18 yaş arası, bəzən 25 yaşa kimi uzana bilir bu. Şəxsiyyətin mənliyin formalaşmasıdır. Bu dövrdə uşaqlarla davranışda, yəni həmin yeniyetmələrlə davranışda, ünsiyyətdə olduqca diqqət eləmək lazımdır. Çünki həmin şəxslərdə öz şəxsiyyəti formalaşdığını üçün, mənliyi, kimliyi formalaşdığına görə orada buraxılan xətalar, həm də özünü sübut etməyə çalışması uşağın gələcəyində müəyyən bir problemlər yarada bilər. Bayaq dediniz, yəni məktəb yaşlı uşaqlarda məsələn əgər yoldaşları ilə dərsdə davamiyyəti, sinif yoldaşlarla ünsiyyətin qurması, müəllimin dedikləri nə dərəcədə qavraması, söhbət zamanı belə deyək də diqqətinin səndə olub olmaması, özün sahibində olub olmaması, hamısı bunlara diqqət eləmək lazımdır ki, bu öz dırnaq yeyib yeməməsi, bunlar hamısı uşaqlarda bir psixoloji problemlərin yaranması kimi dəyişikliklər. Bəs Zər doktor, uşaqlarda maraq itkisi və enerji azlığı da bu hansı hallarda? Son dövrlərin trendidir. Diaqnostik Düzdədir. Bütün uşaqlar görürsən ki, ya biraz depressivdirlər, keyfləri yoxdur, ya heç nə marağı eləmək yoxdur, istəmirlər. heç nə onu həvəsləndirmir, heç nə onu sevindirmir. Elə bil hər şey onun üçün adi hal alıb da. Yəni bu diaqnostik əhəmiyyət daşıyırmı, yoxsa bu yeniyetmələrə məxsus xüsusiyyətdirmi? Yoxsa elə təzə uşaqların xarakteri budur. Yox, xarakter deyiləcək bir şey belə deyək də, yəni bunun emosionalın aşağı olması, marağın olmaması, həvəssizliyi, öz yaşadıqlarına nisbətən zövq almaması, bunlar hamısı depressiyanın əlamətləridir. Şübhəsiz bir depressiv əlamətlər var burada. Buna görə də həmin uşağı psixiatr tərəfindən mütləq dəyərləndirilməsi məqsədə uyğun deyil uşaqlar. Yəni bu öz yaşıdlarına uyğun olaraq, yaşıdına uyğun oynamağıdır, dərs oxumağıdır, əyləncəsidir, maraq sahələri mütləq qaydada olmalıdır. Çox maraqlıdır. Keçən günüdür, dünən bir şey oxudum internetdə. Deyir ki, depressiyaya düşən böyükləri əlbəttə ki, söhbət edir. Biraz rahat buraxın, depressiyadan yorulandan sonra çıxacaqlar depressiyadan. Yəni belə bir şey realdırmı, yoxsa mütləq şəkildə bir çünki depressiya deyəndə hamı dərman müalicəsi ora yönəlir də. Biraz və valideynlər də indi məsələn deyəndə ki, sənin uşağında bir depressiv hal var, o qorxmağa başlayır. Yəni əslində həkimə getməməyin də əsas səbəblərindən odur ki, yəni onlar düşünür ki, dərman veriləcək, uşaq belə deyək də biraz asıllıq yaradar və s. Yəni belə bir şey realdırmı? Yəni boş buraxanda düzəlirmi? Belə deyək də, depressiyanın əgər varsa, uşaqlarda depressiyalarda belə deyək də, ümumiyyətlə uşaqlarda psixopozuntularda birinci yanaşma tərzi bu qaydadır. Belə olmalıdır ki, birinci psixoterapevt yanaşma tərzi olmalıdır. Bir psixoloqla, klinik psixoloqla, psixoterapevtik şeylər aparır. Əgər onda bir fayda görülmürsə də, bu zaman dərman müalicəsi təyin edilə bilər. İlk növbədə dərman müalicəsindən böyüyən orqanizmdir, belə deyək, uşaq orqanizmdə onda bəzi mübadilələr şübhəsiz ki, böyüklərdən çox fərqlidir. Ona görə də həkim dərmanlarda maksimum dərəcədə kiçik yaşlı uşaqlarda qaçmağa çalışmalıdır. Onda yəni valideynlər bundan narahat olmasınlar da. Yəni əslində psixoloqla da bu psixoterapevtlə də həll olunması şeylər ola bilər. Bəli, ona görə mütləq mütəxəssisə müraciət etmək lazımdır. Bəs bu DHB deyirik də və sadəcə diqqətsizlik durumları da var da. Bax, bunun tibbi fərqi nədir? Yəni o DHB-li olduğunu necə bilək və sadəcə uşaqda diqqətsizlik var, onu necə ayıraq? Belə deyək də, diqqət əksikliyi hiperaktiv olan uşaqlar söhbət zamanı diqqətini cəmləyə bilmirlər. Fikri yayını olur. Məsələn, müəllim dərs danışır, valideyn nəsə bir öğüd verir, nəsihət verir, uşağın fikri başqa bir yerdədir. Daha sonra bir işi sonlandırmaqda çətinlik çəkirlər. Yəni müəyyən bir tapşırıq verirlər. Gün ərzində daimi hərəkətdə olurlar demək olar ki.
Dərslərdə müəllimlər bəzən çox şikayətlər edirlər ki, nadizliyinə görə, dəcəlliyinə görə, dərsdə sakit dura bilmədiklərinə görə qarşı tərəflə söhbət zamanı onların sözlərini çox vaxt kəsirlər. Yəni səbir çatıb axıra kimi dinləyə bilmirlər bəzən. Düşüncələr daha sürətli, bəzən təhlükəli oyunlar, təhlükəli hərəkətlər, davranışlar elə bilir. Gərək olmadığı yerdə, yəni bu yerdə danışmaq lazım deyil, danışa bilirlər. Gərək olmadığı yerdə hərəkətlər eləyə bilirlər. Hansı yerdə ki, sakit oturmalıdır, bunları edə bilmirlər onlar. Onlardan asılı deyil də, bu daxili nəsə bir gücsəllik mi var? Bəli, dərs oxuyanda çox çətinlik çəkirlər dərs oxumanın, diqqətlərini cəmlətməkdir. Bəzən hallarda zehinsel inkişafı daha yaxşı olurlar, yaxşı düşünə bilirlər, ancaq dərs oxumaqda, o sonlandırmaqda çətinlik çəkirlər. Bunun bir müalicəsi varmı, belə deyək də? Müalicəsi var. Böyüklərdə də bəzən budur. Siz dediniz, mən özümdə də hiss elədim. Diqqət əksikliyi bir ömür boyu davam edən bir şeydir. Yəni diqqət əksikliyi çox rast gəlinir. Hərsə bir 100 uşağın 6-7-sində rast gəlinir, böyük rast gəlinir. Tezlik yüksəkdir. Bunlarda beyində müəyyən bir bizim sırf belə desək, bu tərbiyə məsələsi deyil. Beyində müəyyən bir dəyişikliklər gedir ki, yəni kimyasal olaraq dəyişikliklər gedir ki, ona görə bu narahatçılıqlar baş verməyə başlayır. Və buna görə də mütləq qaydada müalicə olmalıdır. Müalicə alınmasa nələr ola bilər? Bunların böyük əksəriyyəti böyüyəndə cinayətkarlığa meylli şəxslərdə ola bilirlər, yaxud da ki, narkotik alütəçili şəxslərdə ola bilirlər, sosial kənarda öz davranışlarınla oxuya bilmir, kənardan həmişə bir tənqidlərə məruz qaldığına görə bir sıxıntı kənarlaşdırılır, qəbul etmədiyinə görə, o qədər də qəbul etmədiyinə görə istəsimiz bunlarda gələcək bir davranış pozuntuluğu, cinayətkarlığa meyilli digər şeylər yarana bilir. Mütləq qaydada müalicə olması məqsədə uyğundur. Siz indi dediniz, mənim yadıma sinifimizdəki uşaqlar düşdü. Yəni əslində bizim sinifimizdəki tərbiyəsiz uşaqlar deyilmiş onlar. Yəni sadəcə adın doğru bilmirdik. Onlara məsələn biz bunu tərbiyə ilə əlaqələndirirdi həmişə müəllimlər ki, filan kəs tərbiyəsiz deyilsən, amma məsələn uşaq yerində dura bilmirdi. Yəni davamlı nəsə eləmək istəyirdi. Yəni ya yanındakı otur parta yoldaşını belə deyək də ona dürtürdü, ya müəllimi hirsləndirdi. Yəni və o 45 dəqiqə ərzində mənim yadımdadır ki, məsələn Zaur adında oğlan vardı sinifimizdə. Yəni o davamlı dura bilmirdi bir yerdə və onu nəticədə nə olmuşdu? O elə bir ki dışlanmağa başladı. Yəni sinif onu özü apardı, qoydu bir yerə və onun ətrafına bir növ onu lider olaraq qəbul edən uşaqlar toplanmağa başladı. Sinif bölündü, elə bir ki 2 yerə bölündü. Yəni bunu əslində doğru müəllimlər bilsəydi, onu doğru yönləndirsəydi, yəni o vəziyyət yaranmaya bilərdi də. Hansı ki, indi də bilirəm ki, əminəm ki, indi də o var. Çünki yenə hiperaktivlikdən və diqqətsizlikdən bizim cəmiyyətdə, yəni mütəxəssislər, müəllimlər o qədər də xəbəri yoxdur. Yəni bəzən bu uşaqlar irad tutulanda belə uşaqlara bayaq dediyim ki, diqqəti danlayırlar, irad bildirirlər, iradı qəbul edir. Uşağın fikri diqqətini cəmləyib həmin qulaq asa bilər. Belə bir şeylər də deyə bilirlər ki, mən bayaqdan buna nə qədər söz danışıram. Ancaq fikir vermirəm. Çünki heç o yenə də diqqət etməyibdi o dallara. Müəllimlərimizin sözü idi. Qulaq asmır, yaxud da ki, nəsə bir davranışlar eləyir, irad bildirirlər, deyirlər ki, bunu bir də etməyəcəksən. Uşaq söz verir, and içir ki, bir də eləməyəcəm. 15 dəqiqə, yarım saatdan sonra bir də təkrarlayır. Və deyirlər ki, buna xeyriyyət. Amma fərqinə varmalıdırlar ki, bu həmin bu şeylər uşağın özündən asılı deyil. Əziyyət çəkir bundan bağlı. Bəli, bu xəstə. Bəli, bu yəni uşaqdan asılı olmayan bir davranış sərgiləyir. Yəni və bunu da tərbiyəçilər də, müəllimlər də nəzərə almalıdırlar və düşünürəm ki, indi bir reklama ayrılaq. Sonra davam edək. Mövzumuz maraqlıdır. Yenidən sizinləyik. Valideyn saatındayıq. Qonağımız psixiatr həkim Zaur Qasımovdur. Doktor çox maraqlı təcrübələrini bizimlə paylaşır. Bizimlə qalın, dinləyin. Mən istəyərəm, bax, son zamanlar valideynləri ən çox narahat edən məqamlardan da biri ekran istifadəsidir də. Bax, ekran istifadəsi uşağın emosiyalarını tənzimləməyinə necə təsir edir?
belə deyək də, ekran istifadəsi bizim beynimizə gedən bizim beynimizin bir kimyası var. Hər şey onunla. Bizim yəni kimya ilə nələr olur? Biz sevinə də bilirik, kədərlənirik, ağlayırıq, öz fikirlərimizi bildiririk, həyəcanlanırıq. Bunların hamısında hər birində beyində müəyyən bir kimyəvi reaksiyalar gedir. Nələrsə istehsal olunur, nələrsə parçalanır. Bununla həmin bu biz ekrana çox baxırıqsa da, yəni sosial şəbəkələrdən də çox istifadə ediriksə də, bu bizim beynimizin belə desək kimyasını, o prosesi pozur, normal prosesi pozur. Bizim hər ekranı dəyişdikdən sonra qısa indi videolar belə desək, hər bir şeylər olan hər biri insanın beynin kimyasına belə desək hesablanmış bir üsuldur və daha videolardan sonra böyük videolara baxa bilmirik artıq. Fikir vermisiniz, yəni artıq və emosiya fokuslanır da tez. Bəli, filmlərə baxa bilmirik. Adam istəyir ki, filmi qabağa versin ki, görsün nə olur axı. Mən indi onu da deyəcəm. Hər o əsasən beyində belə desə də beynin kimyası olan ən bizim üçün önəmli olan bir dopamin hissəsi olunur. Hər dopamin nədir bizim beynimizdə həzz və mükafat şeydir. Hər bir şeydən kadr dəyişdirdikdə, yaxud da səhnə dəyişdikdə beyinə müəyyən bir qədər dopamin sintezi olunur. Normalda biz dopamini nə zaman alırıq? Müəyyən bir işi bitirdikdə, müəyyən bir məsələn qadınlar yemək bişirdisə də, yemək bişirin sonunda bir həzz alır, dopamini qəbul edirlər. Yaxud da ki, uşaqlar dərsini bitirdikdən sonra oyunu oynadıb, bir hansı bir oyun oynadıqdan sonra necə bir yaradıcı şey olaraq düzəltdikdən sonra bu dopamin sintez olunur. Bu da belə deyək də müəyyən bir zaman kəsiyində olur. Yarım saat, 1 saatdan bir. Amma hər kadr dəyişdikdən sonra bir dənə dopamin sintezi, belə sadə dillə də bir dopamin sintezi olunduğundan beyində bir dənə həzz aldıqdan, yaxud da mükafat aldıqdan sonra bu təkrarlanır. Beyin sürətli olaraq bunu əldə etmək istəyir. Bunu əldə edə bilməyəndə başlayır beyində beyin tələləri deyirlər buna. Müəyyən bir, yəni böyüklərdə də elə bu qaydadadır. Müəyyən bir şeylər istəməyə başlamağa ki, bir dənə buna baxçınan, bir dənə bunu etkinən, yaxud da ki, uşaq müəyyən bir vasitələrlə, uşaqlarda xüsusən müəyyən bir vasitələrlə, müəyyən bir üsulların həmin telefonu yaxud da ekrana baxmaq üçün əldə etməyə çalışır. Bəzən ağlayır, bəzən yalan danışmağa məcbur olurlar. Bütün bunlar hamısında asıllıq yaradır. Və bunun da fokuslanma sonrakı dövrlərdə dediyiniz kimi bayaq dediniz uzun müddətli videoya baxa bilmir, yəni dəqiqə çox beyin o belə desək ki, dopamin aclığı başladığı üçün, yəni bunu qısa videolara öyrəşdiyi üçün hər dəfə onun üçün asıllıq yaradır onda. Bu da çox ciddi bir problemdir. Gələcək üçün həmin şeylər nədədir? Ciddi problem yaratmalar nədədir? Gələcəkdə də yaradıcı işlər nədir? Bizim beyin məhsulu olan işlər, yəni ki, müəyyən nəyisə düzəltmək olsun, nəyisə elmi fəaliyyət olsun, nəyisə sonlandırmaq olsun. Həmin o fəaliyyətlər təsir göstərir. Birbaşa təsir göstərdiyi üçün gələcəkdə də müəyyən bir işlərdə işləməyində, həyat fəaliyyətinin yaraşdırmada çox ciddi problemlər yaşada bilir. Disiplinli olmamağa başlayır da. Yəni bütün o orqanizm, beyin də hətta. Yəni çox maraqlıdır. Məsələn, mən son filmlərin trendləri ilə bağlı bir şey oxuyurdum. Yəni artıq dünyada bilsiz serial hazırlamağa başladılar. Elə bir ki, 1 dəqiqəlik seriallar. Yəni görün trendə uyğunlaşmaqdan ötəri seriallar 1 dəqiqə çəkəcək. Yəni 1 dəqiqə bitdi, yeni başlayır. Yəni və sən davamlı sənin o 1 dəqiqənin içərisində siz dediyiniz ki, o həzzi verməkdən ötəri yeni maraq və bu bütün industriya təsiri. Hətta son dövrlər fikir verirsiniz, musiqilər belə artıq şeyə uyğun hazırlanır. Yəni trendə uyğun hazırlanır ki, məsələn orada musiqi qoy 1 dəqiqəlik olsun, amma məsələn o 1 dəqiqə ərzində bütün diqqəti davam eləsin də. Bu bütün hər şeyi dəyişir. Mən ekran asıllığından doktor çox gözəl izah etdi onun yaratdığı problemlərdən, amma eyni zamanda informasiyanı da çox alırıq. Məsəl üçün mənim özüm də bundan əziyyət çəkirəm. Gün ərzində o qədər yeni informasiya və bəzən biz istirahəti əlimizə telefon alaraq, belə deyək, hansısa sosial şəbəkələrdə gəzinməyi beyin istirahət olaraq
güya qəbul edir. Amma orada da bir də baxırsan ki, ardıcıl o qədər video və hərəsindən bir informasiya aldın və bu informasiya çoxluğu hansı bir psixikamızda nə zərər görə bilərik bundan? Belə deyək də, bizim beynimizin qısa müddətli yaddaşımız var, bir də uzun müddətli. Qısa müddətli yaddaş nədir? Gün ərzində topladığımız biliklər, informasiyalardır. Bu informasiyaların uzun müddətli yaddaşa, yəni bir neçə dəfə təkrarlanırsa da, həmin informasiyanı, məsələn, şeir öyrənirsə də bir neçə dəfə təkrarlayır, beyin baxır ki, bu mənim üçün bunu bir neçə dəfə, yəni bir neçə dəfə bu bir informasiya gəlsə, demək bu lazımlı informasiyadır və bunu yaddaşa almaq lazımdır. Çoxlu informasiya telefona baxanda, bəli, çoxlu informasiyalar götürürlər. Bu çoxlu informasiyalar nəyə bənzər? Böyük bir marketlərdir. Böyük marketlərin içərisinə girmisiniz. İçərisində sizin üçün lazımlı hər şey fikir baxırsınız ki, bunu nə vaxtsa mənə lazım olacaq, bunu istifadə edə biləcəm, bu mənə gərəklidir və bunu alıb gətirirsiniz evə. Evə gətirib tökəndən sonra, yığandan sonra evdə yer tapa bilmirsiniz. Hər yerə yerləşir, olur informasiya. Yəni informasiyalar da bunun kimi və sizə lazım olan informasiyayı tapa bilmirsiniz. İçində itib batırsınız. Yəni böyle tapa ala bilmirsiniz. Bütün bu bir də zaman keçdikdən sonra, məsəl üçün uzun müddət baxanda qısa əvvəlkilər yaddan çıxır və bunların da informasiyanı doldurduğuna görə, beyinlə bağlı informasiyanı doldurduğuna görə üstəgəl şey yaradır. Lazımlı biliklər də orada pozulur. Gərginlik də yaradır, onu tapa bilmirsən. Lazımlı bilikləri sənə lazım olur. Onun içərisində axtarıb tapa bilmir ya da saxlaya bilmir. Ona görə biz uşaqlarda maksimum informasiyanı azaltmalıyıq ki, onlar yəni dərslərinə lazımlı informasiyaya fokuslana bilsinlər. Düzdür. Bir də stressdən də danışaq istəyərdim. Həm də eyni zamanda baxın, uşaqlar da bəzən aqressiv davranışlar sərgiləyir uşaq özü. Və valideynlər hər nə qədər də boynuna almasa da, yəni bu evdənmi gəlir, ona qarşı mı aqressiya, ümumiyyətlə həm uşağa qarşı olunan aqressiya davranışlar nədir? Həm uşağın özünün sərgilədiyi aqressiya nədən baş verir? Aqressiyanın özü nədir? Yəni belə deyək də, aqressiya heç vaxt istəmədiyi, yaxud da qarşılaşmaq istəmədiyi ya bir qıcıqla üzləşdikdə onun verdiyi cavab reaksiyasıdır. Yəni bu zaman əsas cavabı qəbul etmir deyə. Cavabı qəbul etmək istəmədiyi üçün. Yəni insan bu nədən gəlir? Altında yatan səbəblərdə nə olur? Dəyərsizlik, yetərsizlik, bir də utancaqlıq hissi. Yəni bu uşaqlıqdan gələn bir hisslərdir. Valideyn əgər uşağa belə deyək də övladına qarşı bizim bir mental dəyər var, bir çox bölgələrdə belə bir mental dəyər var. Məsələn, ata evə gələrkən valideynin yanında uşaq onu qaçırsa, qucağına almaq olmaz. Ya da onu sevələmək olmaz. Belə deyək də, biz böyüyük, bir nəfərlə gedirik, həmişə bizim üçün doğma olan yaxın bir adamla görüşmək istəyirik, öpüşüb görüşmək istəyirik. İnsan bizi təliyir qırağa. Bizə necə reaksiya verirsə də, həmin uşağa da həmin reaksiyanı qəbul eləyir ki, məni qəbul etmədi, mən burada kiçildim, mən ayıb oldu, yaxud da ki, dəyərsiz. Və uşağa dedikdə ki, yəni övladı dedikdə ki, sən bunun öhdəsindən gələ bilməyəcəksən, falan qonşunun uşağı məsələn, ya dayın uşağı belədir, öhdəsindən gələ bilmədi, müqayisələr apardıqsa, uşaq zaman keçdikcə özünü yetərsiz, dəyərsiz hiss eləyir. Sabahsı gün utancaqlıq hissi gəlir, sabahsı gün, yəni böyütdükdən sonra öhdəsindən gələ biləcəyi bir şeydə kollektivdə öz fikrini ifadə etməyə bacarmır, sıxıntılar keçirir. Düşünür ki, nəyisə ifadə edəndə utanacaq, mənə güləcəklər, ya məni düzgün qarşılamayacaqlar və bu gələcək həyatında çox böyük bir təsiri olur və aqressiya çevrilir. Yəni bu çox maraqlı bir məqama toxundunuz. Dəyərsizlik, utanğaclıq və üçüncü yetərsizlik. Mən bacara bilməyəcəm. Bunu öhdəsindən gələ bilməyəcəm. Bu üçü məhz aqressiyaya səbəb olur. Çox maraqlı bir əlaqələndirmə verdiniz. Yəni biz bunun fərqində olmuruq bəzən. Yəni məsələn vaxtımız yoxdur, tutaq ki, uşağa vaxt ayıra bilmirik. Amma o ayırmadığımıza görə uşaq gedir məsələn qonşunun uşağını döyür məsələn. Yəni sonra deyirik ki, uşaq tərbiyəsi düz deyil. Əslində bunun tərbiyə ilə yox, hisslə əlaqəsi varmış. Və aqressiya əsəbliyin hər bir əsəb sınır sərhədləri var. Həmin bu sərhədlərin
çərçivəsində əgər biz idarə edə biliriksə, bir sərhəd olmalıdır orada. Əgər idarə edə bilmiriksə də, bu ciddi problemlər yaşada bilər. Onda bu həm də böyüklərə də aiddir. Əlbəttə. Yəni Böyüklərin əsəbi olmasının, yəni kökündə də uşaqlıq dövründə o yaşadığı, o böyük əksəriyyətinin yaşadığı travmalar durur ki, uşaq vaxt onun sıxında öhdəsindən gələ bilməyəcəksən, bacarmadın, bacarıqsızsan, uşağın özünün bacarıqsız hiss etməsi, öhdəsindən gələ bilmə və utanqaclıq hissləri hər biri zaman keçdi. O şəxsiyyətin mənliyin formalaşmağı dövrlərdə bunlarla Elə mən istəyirdim deyəm ki, bu böyüklərdə davamlı əsəb partlayışları olur da. Yəni baxışdan böyük adamdır, normal insandır, yəni də belə deyək. Amma hər boş şeyə, nə bilim, bunu niyə bura qoydunuz? Yəni hər xırda şeyə əsəb partlayışı var da. Yol sürür maşını, yandakı maşına əsəbləşir, ya işdə kiməsə əsəbləşir, ya evdə. Yəni baxırsan ki, heç bunun kökündə önəmli bir əsəbləşəcək bir mövzu yoxdur yəni. Həmin şəxs həmin anda, məsəl üçün avtomobil idarə edirsə, elə bilir ki, bu bunun həmin qarşı tərəf bunu üstələdi. Bunu üstələməklə özünü daha üstün göstərdi və başa saldı ki, sən öhdəsinə yetərsizlik və utanqaclıq, alçaltma hissəsi izah edirsiniz. Təşəkkür edirəm. Maraqlıdır inşallah dinləyicilərə də. Bizim əslində dinləyici sualımız da var, amma dinləməli lazım olan reklamımız da var. Gəlin birinci reklamlara yer verək, sonra dinləyicimizi dinləyək. Lamiyə xanım 9 yaşlı uşaq son vaxtlar dərslərə marağını itirib, otağında tək qalmağa üstünlük verir və valideyn sual verəndə aqressiv reaksiya göstərir. Amma halbuki əvvəllər aktiv və ünsiyyətçilikdir. Yəni soruşur ki, bu hansı bir psixoloji problemin əlamətidirmi, yoxsa mən necə davranım? Lamiyə xanım sual verir. Mütləq qaydada psixoloji problemləri olan bir şəxsə oxşuyur, uşağa oxşuyur. Mütləq qaydada müayinə olunmalıdır. Ailədə olan təmasları, yaxın çevrəsində, məktəbdə olan təmasları bir ilk növbədə araşdırılmalıdır. Ola bilsin hansısa bir faktorlar təsir göstərə bilib ona. O çətinlikdən özü indi tək bacara bilmir və gizlədir ola bilsin. Bəli, ola bilsin araşdırır. Eyni zamanda mütləq qaydada da bir klinik psixoloqum deyə psixiatra müraciət etməyə məqsədə uyğundur. Çünki orada altda yatan səbəbləri araşdırılmalıdır ki, bu öncələr belə olmayıb, nə üçün, hansı səbəbdən bu hallar əvvəl olmayıb, birdən-birə olubsa, demək ki, hansı uşağın... Ya utandırılı bu, yəni böyük ehtimal, müəllim, doktor bayaq dediyi məsələ, ya utandırılıb, ya kimsə deyir, bacarmazsan deyib. Bəzən biz o valideyn olaraq bilmədən uşağımıza deyirik ki, sən onsuz da bacarıqsızsan, bir dənə imtahanın nəticəsində zəif toplayır, sonra yüklüyür üstünə ki, sən onsuz da bilirdim, alınmayacaq, bacarıqsızsan. Bu negativ deyil, nəticədə onu gətirir, çıxardır ki, sən yetərsiz hiss eləyir uşaq özün və sonra da aqressivləşir. Biz bəzən uşağı da böyük kimi görüb fərqinə varmırıq. Məsəl üçün, mənlə olub bir neçə nəfər paylaşıbdı ki, uşaq vaxtı səhnəyə çıxmaq istəyəndə qrup halında rəqs edəcəkmişlər və qıza deyiblər ki, müəllimə geri çəkib ki, əşi onsuz da sən rəqsi bacarmırsan, duyumun da yoxdur. Sən dur qıraqda. Məsəl üçün, o onun beynində illərlə qalıbdı. O deyir, hələ də mən ya toyda da, şənlikdə də mənim içimdən gəlir, amma sonra belə edirəm ki, yox bu sənlik deyil, sən bacarıqsızsan, sən rəqs eləyə bilməyəcəksən. Rəqs eləyənlərə də biraz aqressiv vardır ki. Yox, bir sözlə elə bil ki, görün onun yaddaşına bizim travma, uşaqlıqda sinifdə məsələn travma alıb, o yaşadır, bayaq dediyim kimi və ömür boyu ona həmin şeylər tək orada başqa bir şeylərdə də yansıyıb ya, çox güman ki, ehtimal ki, yəni onda da yansıyıb ki, mən öhdəsindən gələ bilməyəcəm, ya biabır olacam, bacarmayacam və qıraqdakıların, kənar ətrafdakı şəxslərin bir nəzərində belə desə gülüş hədəfimə ya çevrilə bilərəm. Bu sıxıntılar gəlir yaşayır insanlar. Bu da ümumiyyətlə nəticə, bunların ümumi nəticəsində də bu ümumi hamı əsəbi olmağa başlayır. Hamı gördüyümüz odur da. Məsələn indi biz cəmiyyətə fikir veririk. Yəni hər şeydən qıcıqlanırıq, hər şeydən aqressivik, hər şeyə sərt reaksiya veririk, hirslənirik. Və gülümsəmək də ki, maşallah, onu itirmişik, artıq heç kim gülümsər. Hətta gülənə belə hirslənir ki, nəyə gülürsən? Yəni bunlar yəni çox önəmli bir mesaj verdiniz. Yəni buna görə təşəkkür edirəm ki, yəni biz valideynlər olaraq bu valideyn olaraq bizim qarşımızda, yəni gələcək Azərbaycanla bağlı hədəf o durur ki, biz məhz valideyn olaraq bunun qabağını saxlamalıyıq. Yəni bu gün övladlarımıza onları dəyərli hiss elətdirməliyik, dinləməliyik, onlarla vaxt keçirməliyik. Onlarda
utanmalarına şərait yaratmamalıyıq, utandırmamalıyıq bilərəkdən onları və onlara həmişə pozitiv baxmalıyıq ki, yetərli hiss eləsinlər, özləri ilə barışıq olsunlar, özlərini qəbullansınlar. Yəni bunu etdikləri zaman o aqressiya düşəcək aşağı və bu günləri başqa ölkələrdə gördüyümüz ki, insanlar çox rahatdır, gülümsürlər. Biz də onu bir 10 il sonra öz övladlarımızda artıq görəcəyik. Əgər bunun yolu bu günləri o tərbiyəni, yəni tərbiyə prosesini aparmaqdır ki, onlarda bu vərdişlər formalaşsın. Doktor da çox gözəl tövsiyə verdi. Mən bu tövsiyəni övladlarım üçün də edəcəm. Uşaq vaxtı həmişə bizə deyiblər ki, sən balacasan, üzr istəyirəm ifadəmə görə, kəs səsini, fikir bildirmə, sən böyüklərin söhbətinə qarışma. Amma biz uşaqlara öyrətməliyik ki, nədənsə narahatsansa, fikrini bildir, duyğunu ifadə et. Burada da balans önəmlidir də. O demək deyil, böyüklərin sözünü kəs, sənə aid olmayan mövzulara, hər şeydə balans gözəldir. Biz tərsini edirik. Ya çox özgüvən veririk, uşaq bununla qarışdırır da mövzunu. Ya da elə bir ki, tamamilə deyirik ki, sənə aid deyil, sən mövzuya qarışma, bu balansı qorumaq önəmlidir. Efirin sonuna gəlmişkən mən istəyirəm Zaur doktor son tövsiyələrini versin valideynlərə. Valideynlərə. Uşaqlar rəftarda. Ən birinci növbədə uşaqların özü bir şəxsiyyətdir. Həmin şəxsiyyəti qorumaq lazımdır. Onlara belə deyək, bir şəxsiyyət kimi davranmaq lazımdır. Uşaqlara demək lazımdır, sən uşaqsan, sözünü kəsmə, dinləmək lazımdır. Bəli. Və onların bütün yaradıcılıq fəaliyyətlərinə maneçilik yox, dəstək olmaq lazımdır. Çox sağ olun. Efir bizim maraqlı oldu. Deməli uşaq birdən-birə dəyişmir, əvvəl siqnal verir. Sadəcə biz onu necə adlandıracağımızı bilmirik. Erkən fərq etmək çox şey dəyişir. Həm uşağın gələcəyini dəyişir, həm də indi mövcud ailənin rahatlığını dəyişir. Ümid edirəm bu söhbət valideynlərə gözlüyüm keçər demək əvəzinə vaxtında diqqət etməyə kömək edəcək. Bizimlə olduğunuz üçün, bizi dinlədiyiniz üçün təşəkkür edirik. Sağlam uşaqlar rahat ailələr deməkdir. Növbəti görüşlərdə görüşənədək. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm dəvətiniz üçün.